Nə benzin, nə də ki, digər yanacaqla hərəkət edir. Bu nəqliyyat vasitəsi əzələ gücündən istifadə edilməklə elektrik mühərriki hesabına işə düşür. Azərbaycanlı mühəndis Rəsman Hacıyev dünyada bənzəri olmayan velo elektromobil ixtira edib. İnsan istənilən vaxt enerji mənbəyi kimi elektrik enerjisini 220 volta alır və həm avtomobilin hərəkətini, yəni velo elektromobilini, həm də ki, lazım gələndə akkumulyatorun doldurulmasını təmin edir. Dünyanın bir çox ölkələrində istifadə olunan elektromobillərdən fərqli olaraq velomobil elə hərəkət zamanı generator vasitəsilə elektrik enerjisi toplaya bilir. Yəni, yarı yolda dayanıb elektrik enerjisi toplamağa ehtiyac qalmır. İndi mən kabinə keçib pedalları hərəkət edəndə siz görərsiniz ki, generator hərəkətə gəlir və elektrik enerjisi alınır. Mühəndis bildirir ki, bu cür nəqliyyat vasitəsi kütləvi istehsal olunarsa, satış qiyməti təxminən 4-5 min dollar təşkil edəcək. Yeri gəlmişkən, ixtiranın patenti Rusiya Əqli Mülkiyyət üzrə Dövlət Agentliyi tərəfindən qəbul olunub. İxtiranın həddindən artıq dəyərli olduğunu söyləyən mühəndis, hətta bu patenti 1 milyard dollara sata biləcəyini deyir. Mən təvəzzükarlıq edərək hələ 1 milyard yazmışam. Yəni, bu əbəssiz bir ixtiradır və bütün dünyanın demək olar ki, ideya şəklində uzun illərdir qəbul elədiyi, yalnız bugün bir mənalı şəkildə dünya miqyasında ilk sınaq nümunəsi Azərbaycanda yaradılıbdır. Qeyd edək ki, bu patent yalnız MDB ölkələrində keçərlidir. Avropa ölkələrində ixtiranın patentini almaq üçünsə 7-8 min dollar vəsait tələb olunur. Mahmud Rövşənoğlu, Teymur Hüseynov, ATV Xəbər.